Boş takıl, kıran boş takıl, bir çay boş takıl. Allah Ortağı boş taklan, haş elle. Ortağı boş taklan. Çekilin, bir daha çekilin. Söndür o saati. Bu günləri ölkəmizin həyatında çox mühüm bir hadisədir. Növbəti 5 il üçün ölkəyə rəhbərlik edəcək şəxs seçilir və hər bir seçki ölkənin həyatında onun taleyində və tarixində mühüm izlər qoymalıdır. Ümid edirəm ki, bu seçkilərdə Azərbaycan cəmiyyətinin inkişafı, millətimizin öz iradəsini ortaya qoyması baxımından azad, ədalətli, demokratik seçkilərə nail olması baxımından əhəmiyyətli bir hadisə olacaqdır. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq bizim seçki qərargahı 6 pres reliz yayıb və bu pres relizlərdə göstərilən hadisələr elə də ürək açan deyil. Bu pres relizlər göstərir ki, seçkilər kütləvi pozuntularla başlayıb, müxtəlif dairələrdən bizim müşahidəçilər, vəkillər, məşvərətçi səslə seçkilər dairələri, məntəqələri müşahidə edən bizim nümayəndələrimiz çoxlu və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, kütləvi pozuntular haqqında məlumatlar alıb və həmin məlumatlar pres relizlərdə öz əksini tapıb. Mən seçkilərə belə start verilməsin sadəcə olaraq gözlənilməz hesab edirəm. Çünki əvvəlki seçkilərdə bir qayda olaraq hakimiyyət saat 5-dən sonra, yəni bir növ seçki ajiyatajı keçdikdən sonra saxtakarlığa başlayırdı. Amma bu dəfə bilavasitə seçkilərə start verildiyi saatlardan deməli saxtakarlıq prosesi kütləvi xarakter almağa başlayır. Bir çox məntəqələrdə bizim müşahidəçiləri və məşvərətli səslə iştirak edənləri dairə və məntəqə komissiyaları buraxmayıblar məntəqələrə. Bu haqda artıq bizdə çoxlu informasiyalar vardır. Bir sıra məntəqələrdə və dairələrdə seçki bülletenləri komissiyalar tərəfindən müşahidəçilərin gözü qarşısında sayılmayıb və qutular müşahidəçilərin gözü qarşısında möhürlənməyibdir. Bunlar çox deməli kəskin qanun pozğuntularıdır. Hesab eləyirəm ki, heç olmasa seçkinin bundan sonraki müddətində bizim bu işə məsul olan dairə komissiyaları və məntəqə komissiyaları öz vəzifə borcların vicdanla yerinə yetirməlidirlər və seçki saxtakarlığı, hakimiyyətin mənimsənilməsində iştirak etmək xalqa qarşı törədilən ən böyük cinayətdir. Və mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bir sıra dairələrdə, bir sıra məntəqələrdə ya bilərəkdən, ya bilməyərəkdən çox saylı məntəqə komissiyasının üzvləri, məntəqə komissiyasının sədrləri, dairə komissiyasının üzvləri və sədrləri hakimiyyətin mənimsənilməsi prosesində iştirak edirlər və proses belə davam etsə 9 oktyabr, yəni bugün keçirilən seçkilərin legitimliyi ciddi şəkildə şübhə altına alınacaq. Bu günləri seçki günüdür, biz təbliğatla məşğul ola bilmərik və seçicilərin öz iradəsini azad şəkildə ifadə etməsinə təsir göstərə bilmərik. Bugün seçki təbliğatı aparmaq qadağandır və ona görə də mən təəssüf hissi ilə sizin sualınızı cavablandıra bilməyəcəm. Seçim ilanları kayıt altına alınıyor mu? Yani sonra kanıt niteliğinde kullanılabilecek kanıtlarınız var mı elinizde? Biz artıq bizim seçki qərargahı seçkilərə hiylə qatılması ilə bağlı 6 pres reliz buraxılıb. Bu bütün ictimaiyyətə yayılıb və internet saytlarında var. İndiyə qədər olan kütləvi hiylə prosesi seçkilərin sonuçların şübhə altına
almaq üçün yetərlidir. Heç ümid də yox idisə seçkiyə qatılmağın nə anlamı olanda? Biz seçkidə bu boyda işlər gördük və millətimizin iradəsini ortaya qoyduq. Mənə elə gəlir ki, biz seçkidə mənəvi qələbə qazandıq. Yəni qatılmadan qələbə olmayacağını da əminlik var idi. Bəli. Cəmil müəllim, nəticə Məncə suallara cavab verdilər. Hansısa bir yola başvuracaqsınız. Bəli. Hansısa bir nəticə ürəyiniz istədiyi kimi alınmasa. Söhbət bilirsən mənim ürəyimin istəyib istəməməsindən getmir. Söhbət qanunlara riayət edilməsindən gedir. Əgər seçki qanunsuz keçiriləcəksə, kütləvi pozuntuluqlarla keçiriləcəksə, Azərbaycan Konstitusiyası və seçki məcəlləsi Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində əlbəttə bir sıra addımlar atılacaq. Qismət olmasa başqa kim namizəd kimi, prezident kimi görürsünüz? Bəli. Namizədlərdən başqa kimi prezident kimi görürsünüz? Valla o debatlar göstərdi ki, mən özümdən başqa heç kəsi prezident kimi görmürəm. Məncə suallar